Salam, bugün aerohidrostatika bölməsindən DİM 2025 test toplusunda olan təzə salınmış suallara baxacağam. Əvvəlki suallara baxmıram, çünki onların yetəri qədər izahı var. Baxıram yeni salınmış suallara. Deməli, 10-cu sualdan başlayıram. Deyir, ağzı açıq qab 20 sm hündürlüklü yarı-yarıya qarışmayan 2 maye ilə doldurulmuşdur. Qabın dibindən 8 sm hündürlükdə olan nöqtədəki tam təzyiqi hesablayın. Demək ki, bizim bir ədəd qabımız var və bir ədəd bu qabımız 2 hissəyə bölünüb. Bunu belə götürək. 2 hissəyə bölünüb və deyir ki, qabın dibindən 8 sm məsafə. Qabın dibindən 8 sm məsafədirsə, bura 10 sm məsafədə, bura 10 sm məsafədə. Çünki deyir 20 2 hissəyə bölünüb. Qabın dibindən 8 sm məsafə deyirsə, bizim buradakı məsafəmiz qalır 2. Qaldı 2. Bunu bildik. İndi deyir ki, bu dibdən 8 sm olan məsafədəki tam təzyiqi hesablayın. Ağzı açıq qabdırsa, deməli bizim təzyiqimiz, düsturumuz necə olacaq? Ağzı açıq qabdan söhbət gedirsə. P bərabərdir. P0 üstə gəlinsin, P1 üstə gəlinsin, P2 yazacaq. Niyə? Çünki birinci cismində təzyiqi var, birinci hissənin də təzyiqi var, ikinci hissənin də. Bura ρ1-dir, bura isə ρ2-dir. Niyə ρ1, ρ2 qeyd elədim? Çünki ρ1-in sıxlığı 800-dir, digərinin sıxlığı isə 1000-dir. Sıxlığı az olan qabın üst hissəsinin, belə deyək də, suyun üzündə qalır. Yaxud da hər ikisi maye idisə, sıxlığı az olan maye qabın dibində qalır, belə deyək. P0-mızı yazıram. P0 üstə gəlsin. P1-imiz üçün yazıram. ρ1, J, H1 üstə gəlinsin. ρ2, J, H2. İndi gələk qiymətlərin yerinə qoyaq. P0-mız 10/5-dir. Bunu bilirik. Verilib şərtdə də üstə gəlsin. ρ1-imiz 800 vurulsun. J-imiz 10. H-ımız da 0,1 10 sm-dir. Metrə çevirdim. ρ2-miz 1000-dir. 1000 vurulsun 10, vurulsun 2 sm-də çevirəndə bu deyəcək 0,2 bərabərdir. 10/5-imizi hələ ki saxlayaq. Üstə gəlirsin 800, çünki 0,1-i 10-a vurdum. 1 elədi, vurdum 8, elədi 800, üstə gəlinsin. Bu da elədi 200. Bərabərdir. 1000 üstə gəlsin, 10/5-i də açaq. 1, 2, 3, 4, 5 dənə 0. Baxıram, deməli nə edirəm mən burada? Bunun 3 dənə 0 ilə elə bunun 3 dənə 0-ını çıxaracağım, kilo yazacağım. Çünki 10/3-dür də. Qalır 100 üstə gəlinsin. 1, o da eləyir 101. Bərabərdir. 101 vuraq 10/3 deməkdir. Bu da eləyər 101 kilo paskal. Demək ki, bu nöqtəmizə uyğun tam təzyiq 101 kilo paskaldır. Baxıram növbəti suala. Növbəti sualda isə deyir ki, sıxlığı mayenin sıxlığından 2 dəfə böyük, kütləsi 4 kiloqram olan cismin asıldığı ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Hesablayaq bunu da. Demək ki, cisim yuxarıdan bağlanıbsa bilirik gərilmə qüvvəsi yuxarı istiqamətdə yönəlir, Arximet yuxarıdır. Deməli, T plus F Arximet bərabərdir mg-yə. Buradan bizə gərilməni soruşur. Gərilmə bərabərdir mg çıxılsın F Arximedə. O da bərabərdir mg 1 minus Romayı bölünsün rho cismə. Buradan aşağıdan yerində yazıram T bərabərdir. mg-miz nədir? 40. Vurulsun. 1 minus bizə deyir ki, sıxlığı mayenin sıxlığından 2 dəfə böyükdür. Yəni, cismin sıxlığı mayenin sıxlığından 2 dəfə böyükdür. O deməkdir ki, mayenin sıxlığı cismin sıxlığından 2 dəfə kiçikdir. Yəni, rho maye bölünsün, rho cisim eləyəcək 2-də 1. Birdən də 2-də 1 çıxanda eləyir 2-də 1. 40 vurulsun 2-də 1. Bu da eləyər 20 Newton. Yəni, ipdə yaranan gərilmə qüvvəsi elə 20 Newtona bərabərdir. Sonra baxıram digər suala. Deyir ki, sıxlığı mayenin sıxlığından kiçik olan cisim. Yəni, bizim rho cisimimiz kiçikdir sıxlığı mayenin sıxlığından. Qabın dibində sərbəst buraxsaq, çıxana kimi deyir, necə hərəkət eləyər. Bu belədirsə, əgər mayenin sıxlığı yəni daha böyükdürsə, şərti bir də oxuyaq. Sıxlığı mayenin sıxlığından kiçik olan cisim.
Aha, düz dedik. Deməli, sıxlığı, mayenin sıxlığı daha böyükdürsə, təbii ki, bu əlimizi buradan buraxacağıq, bu cisim yuxarıya doğru qalxacaq. İndi hələ ki biz bu cisimimizi burada əlimizlə tutmuşuq, bu cisimimizi burada və suyun üzünə, suyun səthinə qalxmağa qoymuruq. İndi gəlin birinci qüvvəni yazaq. Əvəzləyici qüvvəmiz MA bərabərdir. Yuxarı qalxacaqsa F Arximed çıxılsın mg-dən. A-nı tapsaq, burada M-ə bölürük. Bu cisim yuxarıya əlimizi buradan buraxdıqda, əgər mayenin sıxlığı daha çoxdursa, cisim yuxarıya doğru qalxacaq. Yuxarıya doğru qalxdığı müddətcə Arximed qüvvəsi dəyişməyəcək. Cismin kütləsi dəyişmir, Arximedi dəyişmir. Yəni demək ki, burada təcil dəyişməyəcək. Təcil dəyişmədiyindən hərəkətimiz olur bərabər təcilli hərəkət. Demək ki, bərabər təcilli hərəkəti bunu bildik. Bəs necə hərəkət edəcək? Yuxarıya, deməli, cisim təcil yuxarıya yönəlir, tapdıq ki, əvəzləyici qüvvəmiz yuxarıdır. Cisim də yuxarıya qalxır, yəni sürətimiz də yuxarıdır, sürət də yuxarıdır, təcil də yuxarıdır. Demək ki, cisim bərabər təcillə yeyinləşən hərəkət edəcək yuxarıya doğru. İndi baxıram 13-cü suala. 13-cü sualda bizə deyir ki, sıxlığı mayenin sıxlığından böyük olan bir cismi iplə içərisindəki su olan qaba salınmışdır. İki cismi isə suyun səthində üzür. Qaba su əlavə etdikdə cismə təsir edən Arximed qüvvələri necə dəyişir? Aha. Bizə deyir ki, indi birinci cisimimiz iplə bağlıdır və birinci cisimimizə təsir edən və deyir ki, birinci sıxlığı mayenin sıxlığından böyük. Təbii ki, sıxlığı mayenin sıxlığından böyük olacaq. Mayenin sıxlığından kiçik olsaydı, heç onun iplə bağlamağa ehtiyac olmazdı. Onsuz da suyun səthində qalardı. Yəni, demək ki, biz burada ipimizi kəssək, cisimimiz mayenin dibinə düşər. Aha, indi bizə deyir ki, birinci yazaq nəyi? Birinci baxırıq ki, bunun üzərinə biz su töksək, birinci cisim üçün baxıram. Bunun üzərinə biz su töksək, belə olacaq. Yenidən şəklini çəkək. Deməli, belə olacaq. Biraz şəkli böyük çəkdim. Deməli, bu birinci cisimimiz, elə bilin ki, belə tamamən batacaq mayeyə. Bu birinci cisimimizdir. İkinci cisimimiz isə axı mayedə üzür. İkinci cisimimiz isə elə mayedə üzməyə davam edəcək. Demək ki, əvvəlcə bizim cisimimizin şəkli, bizə verilən şəkildə, baxın, bu qədər hissəsi mayedən çöldə qalır. Amma su əlavə elədikcə, bura su əlavə elədikcə, birinci cisimimiz tamamən batdı. Suya batıbsa, demək ki, bunu cismin mayeyə batan hissəsinin, yəni V batanımız artdıqca, cismin mayeyə batan hissəsinin həcmi artır. V batan artdığından F Arximed də artır. Amma ikinci cisimimiz bütün hallarda suda üzür. Niyə? Çünki onsuz da daxil olan, ora əlavə edilən su eyni maye idi. Yəni sudur, belə deyək də. Sıxlığı bərabər olduğundan ikinci cisimə təsir edən Arximed qüvvəsi isə dəyişməz. Deməli, F1 Arximed artar, F2 Arximed isə dəyişməz. Belə. Sonra keçək növbəti suallara. Baxıram 13-cü sualda. Deyir ki, buz parçası əridikdə suyun stəkanın dibinə göstərdiyi hidrostatik təzyiq necə dəyişər? Deməli, buz parçası əridikdə buz əriyib çevriləcək suya M buz bərabərdir M suya. Yəni, buzun kütləsi ilə suyun kütləsi bərabərdir. Kütlələri bərabərdir. Bilirik ki, buz orada, belə deyək də, orada daxil edilmiş buz suyun çəkisinə bərabər bir, belə deyək də, elə buzun çəkisinə bərabər su itələnəcək. Buz da əridi oldu su, belə deyək də, bunların kütlələri dəyişmədi, hündürlükləri də dəyişmədi. Hündürlük də dəyişmirsə, demək ki, hidrostatik təzyiqləri dəyişmir. Hidrostatik təzyiq necə dəyişər? Dəyişməz. Sonra baxıram 15-ci suala. 15-ci sualda deyir ki, kütləsi 270 kiloqram olan buz parçası suyun səthində tarazlıqdadır. Buzun suyun səthində qalan hissəsinin həcmini tapın. Aha. Qalan hissənin həcmini tapaq. Birinci suyun üstündə qalan hissənin həcmin hesablayaq ki, görək cismin hansı hissəsi suyun səthində qalır. Yaxud da ki, birinci ümumi həcmi hesablayaq, ən yaxşısı elədir. Birinci ümumi həcmimizi hesablayaq. Yazıram ki, buradan V cisim bərabərdir. M cisim, yəni M cisimimiz 270-dir. Bölünsün rho cisimimizə 900-dür. Hər tərəfində 9-a bölsəm, burada qalır 10-da 3. Demək ki, buzun ümumi həcmi 0,3-dür. V cisim bərabərdir 0,3 metrin kubu. Cisimimizin həcmi bu qədərdir.
Görək bu 0,3 kub metr həcmin nə qədər hissəsi suyun daxilində batır, nə qədər hissəsi isə suyun sudan yuxarıda qalır da, bilək batmayan hissədir. Bizdən hansını soruşur? Suyun səthində qalan hissə, yəni cismin mayedə batmayan hissəsi. Batmayan hissə üçün belə yazırdıq ki, V cisim bölünsün V batan hissəni tapaq olsun elə. Rho cisim bölünsün rho mayedir. Rho cisim bölünsün rho mayemiz eləyəcək 10^9. Bunun 10^9-a əgər mayeyə batıbsa, deməli batmayan hissəmiz nə qədərdir? 1/10 hissəsidir. Yəni 0,3 kub metrin 0,1 hissəsi suda batmayıb. 0,1 hissəsi nə qədər eləyəcək? 0,3 metrin kubu. Cavabımız eləyər 0,3 metrin kubu. Tərsinə də gedə bilərik. Birinci belə deyək də, cismin hansı hissəsinin batmadığını tapıb, sonra həcmini tapa bilərik. Yenə qaydamız eynidir, onsuz da eyni alınacaq. Yekun cavab 0,3 kub metr alınacaq. Baxıram növbəti suala. Deyir ki, denometrlə bağlanmış və sıxlığı mayenin sıxlığına bərabər olan 5 cismi mayeyə daxil edilir. Düsturdan istifadə edərək cismin mayeyə tam batana kimi mayedəki çəkisinin onun batan hissəsinin bizdən qrafik soruşur. Biz bilirik ki, cismin mayeyə batıranda bu zaman onun çəkisi düsturu belə olur. Deməli, P bərabərdir, P0 çıxılsın F Arximed. Deməli, P bərabərdir, P0 çıxılsın F Arximed olur. Qrafikimizi çəkək. Qrafikimizi çəkək. Deməli, P-nin və cismin batan hissəsinin həcmindən asılıq qrafiklə çəkirik. Deməli, deyir ki, neyirik? Mayeyə daxil edilir. Mayeyə daxil edilir. Mayeyə daxil edildikcə cismin mayeyə batan hissəsinin həcmi artdığından Arximedimiz də artacaq. Arximed artdığından bu qabaqdakı mənfiyə görə bu cismin çəkisi azalacaq. Deməli, hardan başlayır azalmağa? mg qiymətindən başlayır azalmağa. Özü də bilirik də ki, qabaqda mənfi varsa xətti olaraq azalır da. Yəni bu hiperbolik asılılıq deyil. Xətti az olaraq azalır. Hara qədər? Bir cisim. Qrafikimiz olur belə. Yəni tam batdıqda, artıq cisim mayeyə tam batdıqda bu zaman onun çəkisi 0 olur. Tam batana qədər isə Arximed artdığından çəki azalır. 17-ci sualdan davam edirik. S cismi qollu tərəzidəki çəki daşı ilə tarazlıqdadır. Onun üzərində altdakı səthə sıxılan qalın divarlı iri şüşə qoyaq. Deməli, iri şüşə qoyulur. Şüşə altındakı hava çıxarıldıqdan sonra, bizə deyir ki, hava çıxarılandan sonra tərazinin tarazlığı pozlarsa səbəbini izah edin. Demək ki, əvvəlcə bizim burada bunun üzərində heç bir şüşəmiz yoxdur. Cisimimiz belədir. Yəni, hava mühitindədir və tarazlıqdadır. Tarazlıqda olmaq o deməkdir ki, yəni, bura təsir edən hər iki tərəfə, yəni, C cismi deyək buna, C deyib. Digəri isə daş olduğuna görə elə buna daş deyək də, B cismi deyək. Bu tarazlıqdadır. Tarazlıqda olduğundan demək təsir edən, hər iki tərəfə təsir edən əvəzləyici qüvvələr bərabərdir. Buradan görürəm ki, C böyük bir cisimdir və yəni cismin həcmi daha böyükdür. Digərinin isə həcmi daha kiçikdir. Yəqin ki, bunun sıxlığı böyükdür ki, bunlar tarazlıqdadırlar. Belə deyək. Hava mühitindədirsə, demək ki, bu cisim tarazlıqdadırsa, bu cisimlərə şaquli istiqamətdə yuxarıya doğru bir dənə itələyici qüvvə də təsir edir. Demək ki, yuxarıya doğru bir dənə itələyici qüvvə də təsir edir. Yəni, Arximed qüvvəsi təsir edir, itələyici qüvvəmiz. Və digər halda deyir ki, və bu C cisminin həcmi daha böyük olduğuna bildikdə ona daha böyük itələyici qüvvə, yuxarı istiqamətə daha böyük itələyici qüvvə təsir edir. Biz ikinci halda deyir ki, buradan biz götürdük daha doğrusu. Bu şüşə qabı gətirib yerləşdirdik və sorma nasosu vasitəsilə bunun içərisində olan havalar soruldu. Hava soruldusa, təbii ki, burada havasız mühit, yəni vakuum yarandı. Vakuum yaranırsa artıq, deməli, hava yoxdur, artıq C cismini yuxarıya qaldıran bir itələyici qüvvə yoxdur. C cismini yuxarıya qaldıran itələyici qüvvə yoxdursa, təkcə nə qalır? Ağırlıq qüvvəsi qalır. Deməli, C cisminin axı daha çox qüvvə lazım idi yuxarıya qaldırmaq üçün. Təkcə ağırlıq qüvvəsi qalır. Düzdür, ikinci cismə də ağırlıq qüvvəsi təsir edir, amma bu C cisminə təsirin ağırlıq qüvvəsi daha böyük olduğundan bu C cismi aşağıya doğru düşər, digər cisim isə belə tarazlıq pozlar, yəni yuxarıya doğru qalxar. Sonra davam edirəm 18-ci suala. Paraleliped şəkilli buz parçası suda üzür və onun h = 2 sm sudan kənarda qalır. Buzun oturacağının sahəsi 2500 sm2-dır. Kütləsini hesablayan
Biz birinci tapaq görək bu cismin, yəni buzun hansı hissəsi yuxarıda qalır? Bayaqlarında yazmışdıq. Cismin mayedən kənarda qalan hissəsi rho cisim bölünsün rho mayedir. Yəni batmayan hissə bərabərdir rho cisim bölünsün rho mayeyə. Rho cisimimiz 900-dür. Rho mayemiz isə 1000 olduğundan, demək ki, bunun batmayan hissədən gedir söhbət. Demək ki, bunun daha doğrusu cismi mayeyə batan hissəsi. Demək ki, bunun onda 9 hissəsi batır. Hansı hissəsi batmır? Onda 1 hissəsi batmır. Baxıram ki, burada bunun batmayan hissəsi bizə verib 2 sm. Bunun onda 1 hissəsi batmayıb. Onda 1 hissəsi 2 sm-dirsə, demək ki, bunun ümumi hündürlüyü 20 sm-dir. H bərabərdir 20 sm. Aha, H-ımız 20 sm-dir. Buzun kütləsini deyir. M bərabərdir rho V-yə, rho cisim cismə. Rho-muz qalır yerində. V-miz də S vurulsun H-dır. Bərabərdir. Rho-muz, rho cisimimiz 900 vurulsun. Sahəmiz 2500 santimetrdir. Santimetrdə metrə çevirsək 10 üstü -4 eləyəcək. Vurulsun. H-ımız da 20 santimetrdir. Santimetrdə metrə çevirirəm. Eləyir 0,2. Baxıram, bu 10 üstü -4-nə, burada 4 dənə 0 aparıram. 25-i 0,2-yə vururam, eləyir. 25-i 0,2-yə vurdum, elədi 5. 5-i də 9-a vurdum, o da elədi 45. Demək ki, bizim bu cismimizin kütləsi 45 kiloqram imiş. -45 kiloqram. Sonra 19-cu suala baxıram. Yarısı burada, yarısı digər tərəfdədir. Deməli, deyir ki, tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqdan M1 və M2 kütləli cisimlər asılmışdır. Birinci cismin həcmi V1 20 cm kubu, sıxlığı ρ1 bərabər 400-dür. İkinci cismin kütləsini M2-ni hesablayın. Birinci necə yazırıq? Verilənlərimizi mən buradan yuxarıdan qeyd edeyim ki, hər dəfə aşağıya baxmayaq. Deməli, V1 20-dir. Yuxarı yazıram. V1 bərabərdir 20 santimetrin kubu. Sonra nə verilib? Rho birimiz 400-dür. Rho mayını olsa bilirik. Rho 1 bərabərdir 400. 4000 idi. Hə, 4000 imiş. 4000 kiloqram bölünsün metrin kubu. Bu da ki santimetrdir. İndi birinci yazırıq. Bizə burada verilən qüvvələrin istiqamətləri. Demək ki, burada yuxarıya doğru təsir eləyir T gərilmə, üstə gəlsin F Arximed bərabərdir mg-dir. Buradan T bərabərdir mg çıxaq F Arximeddir. Aha, burada ipə təsir eləyən gərilmə budur. Digər tərəfdə isə mayedə olmadığından eləcə buna T1 deyək. Bura T1 deyək. Digər tərəfi isə T2 deyək. Bunu təsir edən qüvvə elə mg-dir, yəni ağırlıq qüvvəsidir. Tarazlıqdadsa demək ki, başqa cisim təsir eləməyəcək mg. Qüvvə momentlər qaydası ilə yazacağıq. Amma bizə asan olsun deyə biz əvvəlcə T1-də tapaq, T2-ni tapaq, sonra birbaşa yerinə qoyarıq da. Çünki belə hesablamaq bizim üçün daha rahat olacaq. Hamısını bir yerdə qoyanda biraz məsələmiz qarışa bilər. Deməli, T bərabərdir mg çıxılsın F Arximed deyib. Bilirik ki, mg çıxılsın F Arximed yazanda mayenin sıxlığı var. Mayenin sıxlığı olsa mayedir. Bir dəqiqə. Gəlin hesablayaq. Deməli, mg çıxılsın F Arximed. M1. Sonra baxıram 19-cu suala. 19-cu sualda bizə deyir ki, tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqda M1 və M2 kütləli cisimlər asılmışdır. Birinci cismin həcmi 20 cm kubu, sıxlığı 400 kiloqram bölünsün metrin kubudur. Birinci cismin kütləsini hesablayın. Birinci baxaq biz bura. Buradan görürük ki, cisimlər əgər tarazlıqdadır deyirsə, demək ki, sağ tərəfdən sol tərəflərə tətbiq edilən qüvvələri tapmalıyıq. Deməli, bura yuxarıya T-dir, Arximeddir. Deməli, T plus F Arximed bərabərdir mg-dirsə əgər, T bərabərdir
MJ çıxaq, F arximet yazıram. Ayrı-ayrı MJ ilə tapım, F arximet tapım. Çünki buradakı qiymətlər biraz qarışıq düşəcək, yazsam hamısını bir yerdə. Deməli, MJ-miz nədir? M-miz aşağıdan yazıram. MJ bərabər rho və J qoyuram qiymətlər yerinə. Rho-muzu bizə dedi ki, 4000-dir. Vurulsun J-miz. Səhv eləmirəmsə 20 santimetrin kubu idi. 20 vurulsun 10 üstü -6 yazıram. Vurulsun J-miz də 10-dur. Deməli 1, 2, 3, 4, 5 dənə 0 burada eləyər 8 vuraq 10 üstü -1, o da eləyər 0,8. Yəni bizim ağırlıq qüvvəmiz, bu cismə təsir edən bura ağırlıq qüvvəsi 0,8-dir. Bunu qeyd edək. 0,8 ağırlığımızdır. Arximet tapaq. Arximetdə deməli F arximet bərabərdir rho maye J V cisim. Rho mayemiz 10 üstü 3, J'miz 10, V cisimimiz isə yenə bayaq demişdik 20 vurulsun 10 üstü -6-dır. Deməli 3 4 0 burdadır. 1 0 da burada eləyəcək 5 0, 2 vuraq 10 üstü -1, o da eləyəcək 0,2. Demək ki, bizim arximedimiz də 0,2-dir. MJ-miz 0,8, F arximedimiz 0,2, deməli T-mizin qiyməti eləyir 0,6. Aha, deməli T-miz 0,6-dır. Bunu tapdıq. Biz indi aşağılar lazım deyil, bunları silək. Deməli T-miz 0,6-dır. Yuxarıdan yazıram. T1 bərabərdir 0,6. Momentlər qaydasını bilirik. M1 bərabərdir M2-dir. Yəni T1 vurulsun T1 vurulsun L1 bərabərdir M2 J vurulsun L2. T1-imiz 0,6-dır. Vuraq L1-imiz görür ki, dayaqdan məsafəsi 3 bölgüdür. Bərabərdir. M2 bilmirəm nə qədərdir. J-miz 10-dur. L2-miz isə 2 bölgüdür. Deməli, M2 bərabərdir 1,8 bölünsün 20. Bu da eləyər 0,9 bölünsün 10. O da 0,9 kiloqram. Kiloqramla soruşurdu, qramla soruşurdu. Bir də ona baxaq. İkinci cismin kütləsini hesablayın. Yazmayıb, ya 0,9 kiloqram yazarıq, ya da ki, cavab olaraq 90 qram da yaza bilərik. Yəqin ki, 90 qramdan verib cavabı 90 qram. Deməli, cavabımız olur 90 qram. 20-ci sualda eynən bunun kimi olacaq hər halda. Baxaq suala. Deyir ki, tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqdan M1 və M2 kütləli cisimlər asılmışdır. Birinci cismin çəkisi həcmi V1 bərabər 20 cm-dir. Sıxlığı budur. Təcrübə qüvvəsini hesablayın. İkinci cismi verməyib, bəs. Birinci cisimimizin həcmin verib, sıxlığını verib, pin təcrübə qüvvəsini hesablayın. Hesablayaq. Elə bu o biri məsələdir də, belə deyək. İpin tecrübə qüvvəsini, elə bilən buradakı məsələni deyir. İpin tecrübə qüvvəsini hesablayın deyək. Yenə bayaqçı qayda ilə yazsaq, buradan görərik ki, daha doğrusu yuxarıda tapmışdıq da artıq T-ni. Yuxarıda T-ni necə tapmışdıq? 0,6 tapmışdıq, səhv eləmirəmsə, Deməli, eyni daha hesablamıram, yazıram bura 0,6. Eyni məsələdir, şərtlər eynidir, bütün hallar eynidir. Deməli, T-miz 0,6-dır. Biz M-i də tapmışdıq ki, M-imiz 90 qramdır. 90 qramdır, yəni 0,9 kiloqram idi. Buna təsirin ağırlıq qüvvəsi eləyəcək 0,9 Newton. Deməli, burada yaranan, yəni gərilmə 0,9-dur. Digər ipdə yaranan gərilmə isə 0,6-dır. O zaman T bərabərdir. T1 üstə gələnsin T2 olur. T1-imiz 0,6, üstə gələnsin T2-miz isə 0,9. Bu da eləyər 1,5. Yəni, yekun ipdə yaranan gərilmə qüvvəsi 1,5 Newtondur. Sonra baxıram 21-ci suala. Diametri 4 cm olan su ilə dolu olan silindrik şəkilli soldan ağzı bağlı hermetik borunun AB oturacağından suyun göstərdiyi hidrostatik təzyiq. Deyir ki, AB oturacağından suyun göstərdiyi hidrostatik təzyiq nə qədərdir? Bilirik ki, hidrostatik təzyiqimizin düsturu ρGH-dır. ρGH-dır. Deməli, P bərabərdir. Güvən deyir, güvən deyir. Deməli, qüvvə deyirsə F bərabərdir. P vurulsun S-dir. Düsturumuz.
Gəlin birinci qıraqda biz P-ni tapaq, sonra aparaq orada yerinə qoyaq. Deməli P-miz nədir? Rho, J, H. P bərabərdir Rho, J, H. Rho-muz 1000-dir. J-miz 10-dur. H-ımız nə qədərdir? Baxın, bura qədər məsafə 4D idi. Buradan yuxarıya məsafə isə D idi. Olurmu məsafəmiz, yəni 3D idi, yuxarı D idisə, olurmu məsafəmiz 4D? 4D idi, D-miz də 4 sm-dirsə, 4 vurulsun 4, 16. Amma santimetrdə eləyəcək 16 vurulsun 10 üstü -2. Bunun cavabı eləyir, bunun 2 dənə sıfırını aparsaq, 16, daha doğrusu 1600. Deməli, bizim təzyiqimiz oldu 1600. Bunu bildik. Gətirib burada yerinə qoyuram. Deməli, təzyiqimiz 1600-dür. Vurulsun S. S nədir bu? Bunun sahəsini hesablamalıyıq. Sahəmiz də bilir ki, diametr əgər bizə verirsə, pi d kvadratı bölünsün 4-dür. Yəni, sahənin yerinə pi d-nin kvadratı bölünsün 4 qoyuram. Pi-miz 3, d-miz 4 sm-dir, kvadratı 16 vuraq, 10 üstü -4 eləyəcək. Bölünsün, pi d kvadratı bölünsün 4. Aha. Bununla bunu getdi. Yuxarıda qaldı 4. 16 vurulsun 12 vurulsun 10 üstü -2. Deməli, 16-nı biz 12-yə vursaq, görək neçə eləyir 16-nı 12-yə vuranda. Eləyər 192 vuraq 10 üstü -2. Bu da eləyər 1,92 Newton. Cavabımız eləyər 1,92 Newton. Bu belə. Yəni, bu məsələdə mən P-ni ayrıca tapdım, gətirdim, yerinə qoydum. Eyni qaydada gətirib P-nin yerinə Rho, J, H da qoyub yazmaq olar. Sadəcə mənim üçün həmişə belə daha rahat olur. Kənarda tapıb yenidən gətirib yerinə qoymaq. Aha, davam edirik 22-ci suallar. 22-ci sualda bizə deyir ki, eyni yaylardan eyni kütləli göstərilən həcmli 3 kürə asılmışdır. Kürələr suya tam batırıldıqda yayların mütləq uzanmaları arasında münasibət doğrudur. Baxaq. Deməli, bizə deyir ki, burada 3 yay var və onlar arasındakı münasibət necədir? Birinci başlayırıq. Bu yaylar görürük ki, hər üçü aşağıdan bağlanıb və belə yazırıq. Deməli, burada yaya bilirik ki, ağırlıq qüvvəsi təsir edir, yəni aşağıya doğru ağırlıq qüvvəsi təsir edir və elastiklik qüvvəsi təsir edir. Ağırlıq və elastiklik qüvvələri aşağı istiqamətdə təsir etdiyindən, o zaman biz bir də yuxarıda Arximed qüvvəsi təsir edir, bunu bilirik də artıq. Belə yazırıq. mg üstə gəlinsin F elastiklik bərabərdir F Arximedə. Buradan bizə nəyi soruşurdu? Uzanmaları. Aha, F elastikliyi tapaq, yəni buradan F elastiklik bərabərdir F Arximed çıxılsın mg. F elastikliyin də yerinə kx qoyaq. Kx bərabərdir F Arximed çıxılsın mg-yə. Buradan biz görürük ki, eyni kütləlidir. Yəni bizim kütləmiz eynidir. Belə. Və Arximedlərə baxırıq. Arximedimiz Romayev cisimdir. Yəni M-lərimiz sabitdir deyə, bundan hansında F Arximedi böyükdürsə, yəni həcmi böyükdürsə, o zaman orada da yaranan uzanmalar onda yaranan uzanma daha böyük olacaq. Demək ki, buradan görürəm ki, ən böyük birincidir o zaman. Yəni x1 böyükdür. x2 ilə x3-də isə, yəni ikincidə, üçüncüdə isə kütlələr bərabərdir, həcmlər bərabərdir. Kütlə bərabər, həcm bərabər. Deməli, o zaman onların uzanmaları da bir-birinə bərabər olacaq. Belə. Baxırıq növbəti suala. Baxaq növbəti sualımıza. Növbəti sualda bizə deyir ki, U şəkilli boru kerosin və su tökülmüşdür. H bərabər 30 cm-dir. B-miz 10 cm-dir. Sağ tərəfdəki maye sütunun hündürlüyünü hesablayın. Aha, bizə verilənləri birinci yenə qeyd edək. Görək nələr verilib. Deməli, H-ımız 30 cm-dir. Bura deməli 30 cm-dir. B məsafəmiz 10 cm-dir. Və bizdən soruşduğu hündürlük sağ tərəfdəki hündürlükdür. Biz əgər ümumi hündürlüyü 30-dursa, aşağı 10-dursa, deməli, bura qalır 20 cm. 20-ni bura qeyd elədik.
Baxaq indi kerosin və sudur. İndi baxaq görək hansı kerosindir, hansı su. Bilirik ki, birləşmiş qablarda təzyiqlər bərabər olduğundan sıxlıqla hündürlük tərs mütənasibdir. Buradan da görürəm ki, sol tərəfdəki hündürlük daha böyük olduğundan, demək ki, onun sıxlığı daha azdır. Yəni sıxlığın az olan nədir? Kerosindir. Demək ki, burada kerosindir. Digər tərəfi isə, bura isə sudur. Yazıram belə. Deməli. Deməli yazıram. Rho kerosin bölünsün rho su bərabərdir. Bərabərdir. H su bölünsün H kerosin. Tərs mütənasib asılılığı bayaq dediyim kimi qurduq. İndi qiymətlərini qoyuram yerinə. Kerosinin sıxlığı 800, suyun sıxlığı 1000 bərabərdir. H su. Suyun hündürlüyünü bilmirik nə qədərdir. H su qeyd edirəm. Kerosin sütunun hündürlüyü isə buradan görürük ki 20-dir. Deməli, buradan hesablamalarımızı aparırıq. Deməli, 10 H su bərabərdir. Niyə belə oldu? 10 H su bərabərdir 160-a. Buradan da H su bərabərdir 16-ya. İndi 16, bayaq qeyd eləmədim. İndi 16 haradır? Su sütununun hündürlüyü. Yəni baxın bu hündürlük. Bu hündürlüyümüz 16-dır. Bizə amma soruşur ki, bizdən isə soruşduğu bu hündürlükdür. İndi bura 16-dırsa, baxırıq, burada 10 sm. Yəni buradan aşağı da 10 sm-dir. 16 üstə gəlinsin 10. Bizdən ümumi hündürlüyü soruşduğuna görə eləyəcək 26 sm. Yəni cavabımız olacaq 26 sm. Bu da belə. Keçirik növbəti sualımıza. Baxırıq 24-cü suala. 24-cü sualda bizə deyir ki, kütləsi 7,8 kiloqram olan metal silindir blokdan keçirilmiş. Çəkisi nəzərə alınmayan saplardan asılaraq tamamilə su ilə qaba salınmışdır. Cismi göstərilən vəziyyətdə tarazlıqda saxlayan qüvvəni hesablayın. Bizdən buradan F qüvvəsinin qiymətini soruşur. F qüvvəsinin qiymətini soruşduğundan biz burada yazırıq ki, birinci qüvvələrin yeni istiqamətlərini qeyd edək. Bura F-dirsə, burada təsir edən qüvvə F-dir. Yəni biz bu F qüvvəsini tapsaq, tərpənməz blok olduğundan, eyni likdə eyni cərilmə yarandığından elə bu F qüvvəsini tapmış oluruq. Deməli, yuxarıya doğru bir F qüvvəsi var. Ondan əlavə yuxarıya bir F Arximed var. Aşağıya da mg var. Belə yazarıq, həmişəki kimi. F plus F Arximed bərabərdir mg-yə. Buradan bizdən F-i soruşur. F bərabərdir mg çıxaq F Arximed. O da bərabərdir mg 1 minus Rho-i bölünsün Rho-cisin. Aha, bərabərlik qiymətləri qoyuruq yerinə. mg-miz eləyəcək 78. Mötərizəmizi açırıq. 1 minus Rho-i 1000-dir. Rho-cisim isə 7800-dür. Hesablasaq 2 0 getdi. Bərabərdir 78 vurulsun. 1-dən 78-də 10 çıxanda qalır 78-də 68. 78 ixtisar gedəndən sonra qalır 68. Demək ki, bizim bu F qüvvəmizin qiyməti 68 Newton. Yəni bu F qüvvəsi 68-dir. Yenidən bu F qüvvəsi 68 isə digər bu qüvvənin də qiyməti eləyəcək 68. 20 suala davam edirik. Deyir ki, göldə çəkisi nəzərə alınmayan kublardan birinin daxilində ən bərabərdə 10 kiloqram kütləli cisim var. Kublar bir-birinə iplə bağlanmış və göstərildiyi kimi tam bataraq suda üzür. Onları tamamilə sudan bərabər sürətlə çıxardıqda yekun Arximed qüvvəsinin qiymətini göstərməklə zamandan asılılıq qrafikini çəkin. Birinci biz qrafikimizi çəkək buradan. Yəni qrafiki quraq. Deməli, Arximed qüvvəsinin zamandan asılılıq qrafikini çəkirik. İndi baxırıq, deyir F n bərabərdir 10 kiloqram. 10 kiloqram kütləli cisim deyirsə, demək ki, bunun ağırlıq qüvvəsi mg-si 100 Newtondur.
MGS-i 100 Newtondur. 100 Newton olmaq nə deməkdir? Demək ki, buna şaquli aşağı istiqamət, yuxarı istiqamətdə burada bu cismə 1 F bərabərdir, F Arximet bərabərdir. 50 Newton budur. Burada da F Arximet bərabərdir 50 Newton bu cismə təsir edir. Niyə? Çünki yuxarı yönələn qüvvələrin cəmi, yəni Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabər olsun ki, cisim belə deyək də, ağırlıq Arximet nə deyirdi şərtində? Bataraq üzür deyirsə, suda üzür deyirsə, ümumiyyətlə bilirik ki, ağırlıq Arximetə bərabərdir. İndi deməli başlanğıcda bizim bu cisimimizin Arximedi nə qədər imiş? Nöqtəni qoyuram. Başlanğıcda cisimimizin Arximedi 100 imiş. 100 Newton. Cisimimizi yuxarı qaldırırıq. Bu cisim yuxarıya qalxdıqca, elə bil ki, təxminən gəlib olur, zaman keçdikcə belə deyək də, sonra biraz da yuxarı qalxacaq. Yəni, zaman keçdikcə cisim yuxarı qalxacaq. Və cismə mayeyə batan hissəsinin həcmi azalacaq. Cismə mayeyə batan hissəsinin həcmi azalırsa, o deməkdir ki, Arximet qüvvəmiz azaldı. Arximet qüvvəmiz azalır. Amma hara qədər azalır? Baxırıq, bu cisim tamamilə, elə bil ki, bax, bu cisimimiz bizim gəlir olur, tamamilə, bax, belə sudan çöldə. Artıq ikinci cisimimiz yenə də sudan içəridədir, amma birinci cisimimiz tamamən sudan çöldədir. Belə olan halda artıq birinci cisim Arximet qüvvəsi təsir eləməyəcək. Yerdə nə qalacaq bu ipimizdə? Təsirin Arximet qüvvəsi eləyəcək 50 Newton. Yəni, əvvəl 100 idi, sonra birinci cisim tamamən çölə çıxdığına görə qaldı 50 Newton. Demək ki, hal-hazırda 50 Newtondur. İndi bizim bu cisimimiz yenidən, baxın, çıxır çölə. Bu cisimimiz yuxarıya qalxdıqca, hələ ki qalxmayıb, amma baxın, burada müəyyən qədər ipimiz var. Hələ ki ip qalxır yuxarı, bizim cisimimiz suyun içindədir. Yəni, bu zaman keçdiyi müddətdə nə edəcək? Bu zaman müddətində cisimimizə təsirin Arximet qüvvəsi dəyişməyəcək. Dəyişmədi. İndi ikinci halda, bu ikinci cisimimizə, birinci cisimimiz çatmışdı yuxarı, ikinci cisimimiz də gəldi çatdı suyun səthinə. Artıq suyun səthinə çatandan sonra cisim artıq sudan çölə çıxmağa başlayanda Arximet qüvvəsi də başlayır azalmağa. Niyə? Çünki ikinci cismin də artıq mayeyə batan hissəsinin həcmi azalır. Arximet qüvvəmiz də azalır. Cisim tamamilə sudan çıxdıqdan sonra cismə təsirin Arximet qüvvəsi olur 0. Bu da belə. Baxıram indi 26-cı suala. 26-cı sualda bizə deyir ki, ağzı açıq olan nazik borunun aşağı hissəsində müəyyən hündürlükdə hava sütunu, onun üzərində L bərabər 760 mm hündürlükdə civə sütunu vardır. Borunu ehmalca şaquli oxdan 60 dərəcə meyl etdirdikdə aşağıdakı havanın təzyiqi necə dəyişir? Deməli, burada aşağıdakı havamız bu cisimimizə təsir edir. Yəni, burada bizim P təzyiqimiz var. Burada deyir ki, civə var. Civə də hündürlüyü 760. Yəni, biri deyək ki, bunu 760 mm götürəcəyik ki, təzyiqi. Bir də ağzı açıq qabdır. Ağzı açıq qab olduğuna görə də burada da bir dənə P0 atmosfer təzyiqi təsir eləyəcək. P0 atmosfer təzyiqi təsir elədiyindən, onda belə yazırıq. Birinci halı üçün yazırıq hələ ki. Deməli, P bərabərdir. P0 üstə gəlinsin, rho GH bərabərdir. P0-mız 760 mm civə sütunudur, son bilik. İkinci halda da bu civə sütununun da bizə hündürlüyünü 760 verdiyindən yazıram üstə 760 mm civə sütunu. Bu da elədir 1520 mm civə, yaza bilmədim bura, civə sütunu. Bu birinci halımız idi bizim. İndi gəlirəm ikinci halımıza. İndi əsas məsələ bizim burada ikinci halımızdadır. Baxın. Bu 30 dərəcədirsə, burada qalır, 60 dərəcədirsə, burada qalır belə 30 dərəcə. İndi baxın. Bu belə. Deməli, baxırıq indi burada nəyə? 30 dərəcəli bucaq qarşısındakı, bax, bu katit. Hipotenuzun yarısına bərabər. Buranı belə yazaq da, baxın belə. 30 dərəcə bucaq qarşısındakı katit hipotenuzun yarısına bərabər. Bu cisimimizin artıq hündürlüyü, baxın, bura götürülür. Niyə? Çünki artıq bizim bu cisimimiz meyl eləyib. 30 dərəcə bucaq qarşısındakı katit hipotenuzun yarısına bərabər olduğundan əvvəlcə baxın, bura əvvəl nə idi? 760 mm civə sütunu. Əvvəlcə 760 mm civə sütunu idi. Bu 30 dərəcəli bucaq qarşısındakı katit hipotenuzun yarısına bərabər olduğundan, yəni bura 760-dırsa, demək ki, bizim bax bu hissəmiz onun yarısına bərabər olacaq. Bu hündürlüyümüz də artıq bizim cisimimizin hündürlüyü bu formada oldu. 760-ın
da yarısı eləyəcək 320. Deməli bizim hündürlüyümüz 320 idisə, yəni qaydamız eyni qaydadadır. P bərabərdir. P0 üstə gəlsin rho h-dır. P0-ımız olduğu kimi 760 olduğu kimi qalır. Üstə gəlsin hündürlüyümüz 2 dəfə azaldığına görə buna təsir edən təzyiq də 2 dəfə azalacaq. Olacaq 760-ın yarısı 380. Bunların da cəmi eləyir 1140. İndi bizə deyir ki, nisbətlərini hesablayaq. P1-in, yəni P2-yə olan nisbətində, yəni neçə dəfə çox olduğu, neçə dəfə dəyişdiyini deyir. 1520-ni, bu millimetr civə sütunudur, onsuzda 1520-ni bölürəm 1140-a. Bərabərdir. Hesablama aparanda bu eləyəcək 3-də 4. Yəni necə dəyişdi? 3-də 4 dəfə dəyişir. Bugünkü testlərimizin izahından da bu qədər.